Tamam, bu Minecraft qorxu modu necə yüklənir o videosu çəkəcəm və nətər atılır o videosu çəkəcəm. İlk olaraq YouTube'a giririk. YouTube'a Yovamıcı yazırıq. Sonra məsələn bu adam kanalında Minecraft qorxu modları paylaşır və linklər qoyur. Məsələn mən buradan bir link istəyirəm. Məsələn ben anomali modu istəyirəm. Linkə veririk. Və burada anomali yazılan yerə giririk. Tez tıkladıktan sonra mod öz-özünə yüklənəcək. Bir dəqiqə. Buraları göstərməyəcəm çünki məndə də anomali modunu tam yükləməmişəm. Mənim yeni hesabım olduğu üçün iptal və yükləndi. İndi isə burada giririk Play Market'ə, Play Store. Yəni burada yazırıq X File Manager yazırıq. Bunu yükləyirik. Əgər Minecraft qorxu modlarınızdan sevirsiniz, daha asan atmaq istəyirsinizsə bu modu yükləyin. Bu moddan başqa modu əgər yükləsəz, bu yəni uyğulamada sizə biraz çətin ola bilər, sizi aldada da bilərlər. Bu mən genelde qorxu modlarını yükləndə buranı işlədirəm. İmeli buradakı X dosya yöneticisi adlı uygulamayı yükləyirəm ki, daha rahat olsun mənim üçün. Çünki burada qorxu modlarını açmaq Minecraftda daha asan olur. Və bu video daha ətraflı, daha qəşəng qorxu modların linki bəlkə videonun açıqlamasında qoydum. Orada direkt tıklayırsınız linkə. Linkdə siz gəlir və siz 4-5 dənə qorxu modunun linkini qoyacaq. Burada açırıq. Sonra buradan çıxırıq, izin verməyə basırıq. Sonra buradan gözləyirik açırıq. Buradan gözləyirik açılsın. Buradan gözləyirik açılsın. Hə. İndi isə burada dahili depolama, download. Adı anomalinin üstünə tıklayırıq. Əgər sual işarəti varsa açıla bilər. Əgər yox, belə bir zamok işarəti varsa yenidən adlandıra basırıq. Sondakı zip və nöqtəni silirik. Sonra yenidən tıklayırıq. Buradan Minecraft'ı seçirik. Bir kəzə basırıq. Biz indi Minecraft'da atacaq. Və onu oradan yükləyəcək. İndi isə baxın, mən oynayacaq anomali. Başarılı içəri aktarıldı yazırsa əgər demək ki da super yüklənib və onu da oynaya bilərsiniz. O zaman sağ olun. Belə videoların devamı için like atmağı, abone olmayı unutmayın. 20 like ve izləyəcəksiniz, yeni video gələr. Və